Hörmətin var mənə qardaşım. Əlbəttə var. Mənim də sənə var. Allah sənin balalarını saxlasın. Sənin sabah bu TikTok'un ucbatından sən bugün məhkəmə zallarına giribsən. Yeganə Azərbaycanda jurnalist idi ki, yeganə ki sən akkreditasiyadan keçmişsən ən ağır cinayətlərdə. Kağıda girə bilmirəm. İndi mən nə demək istəyirəm də atam. Kağıda da əsaslar olur. Əli də məni eşidir buradadır. Ziver də eşidir məni. Hamısı da tanıyıram. Amma özlərinə lazım olan səhifədə açırlar da, onların sözünü eşidirlər də. Qardaş, sən eləmə. Sən PK-ları apar, sən Ləmandan qarğış niyə götürürsən? Sən istəyirsən ki, Ay ki, sənin əskin düşdü. Ləman mənim işləyim deyir. Amma niyə müzakirə edirsən? Sən onu niyə müzakirə edirsən ki, o ilə PK açan adamındır. Valla mən yenə deyirəm ki, Ləmana kimin atır? Əlini qınama. Əli. Əvvəllər məni də qoymuşdu bloka zəhləsi ki, Əli əvvəl vapşı bu işlərə qarışmırdı. Əlini özləri bu söhbətə saldı. O söydü onu, bu söydü. Və bu da dedi ki, qurban ol, mənim müxalifətçini eləmişsin, mən olmuyor. O deyir, mərdi qova namərd eləmiş. Yəni, heç adamın adiyyəti yoxdur bundan ki, adam heç bilmir ki, vapşı Əli Kərimidir, Əli Kərimi məni söyür, mən Əli Kərimi tanıyıram. Deyir, yox, mənə dedilər ki, sən zorla deyirsiniz də ki, bu adamı eləyin müxalifətçi. İndi neyse sabah size göre geçse Amerika'da Yeni Azerbaycan Partisi'nin üzvü olsun ki siz inanasınız ki o muhalefetçi değil. Adamdı da indi söyəndə mən də söyürəm də indi söymürəm. Çünki itirəcəyim var. Tutub qulağımdan basmasınlar məni içəri. Uşağım tek qalmasın. Abi oturub Amerika'da böyle deyir mənə bir əsəbləşdir. Mən insandır da əvəzi necə çıxsın? Valla mən burada heç bir yayımçına istər Sakosu, Baboşu, nə bileyim. Ay kişi, mənim Baboşla da işim yoxdur, heç nə. Amma əlini də yandıran, Baboşun da pis adam deyil. Amma əgər Bərdənin Xudayarı varsa, girib orada kimsə Bərdəlilər haqqında söz deməməlidir. Və buna Baboş da imkan verməməlidir. Deməlidir ki, mən qurban olum Xudayarın yatdığı torpağa. Və bu inan da ekran kayıtlarını hamısı onsuz da götürücü paylaşmalıdırlar. Və sabahları Bərdədə oturan yaxşı oğlanlar gəlib hansısa bir TikTokeri burada vurub öldürsələr ki, desələr ki, Bərdədə belə. Onda günah kimdə olacaq? Sizdə olacaq. Kimlərisə özündən çıxartmaq lazım deyil. Əli də əsəbidir, Əli də talışdı da özü. Talışdı da. Bilirlər ki, əsəbdən söyür bu adam. Çünki bu adam axırda çıxıb deyəcək ki, nə oldu, mənim rayonumda bir qiriyyətçisi yoxdur, geçsin Şəkidə birini tapsın, onu tapıb qulağını vursun, nə bilinə, cinayət olmalıdır bu ölkədə. Şəraət yaratmayın, əsəbi söysün, çıxsın, hərəsi öz yerinə geçsin. Və lazımdırsa o pul Pərviz yazıq deyil, balası var, onun evində bir ailəsi var. Olmaz qurban olum. Siz nəyə şərət? Sən kütlə yığırsan, Əli də oradan əsəbləşir. Çıxsın ki, mən 5.000 verim, gedin onun nəsə edin. O qədər anasının əmcəyini kəsənlər var. Lazımdır sizə bu. Qoy 3 gün əsəbləşəcək, qutaracaq, gedəcək də. Mən bir il bu TikTok'a girmədim. Bir il mənə qadağa qoydular. Dedilər, girməyəcəksən bu TikTok'a. Dedim, baş üstə. O Pərviz də bədbəxtdir. Amma o Pərvizin nə ixtiyarı var cəmaatı anasını söyləyir. Qələt edir o Pərviz onu.